İmişlidə zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlər var. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə sentyabrın 24-də 14-10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir. İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Əliyev Ələddin Səmədoğlu İmişli Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin müdürü. İmişli Mərkəzi Rayon Xəstəxanasının təcil yardım şöbəsinə 20-yə yaxın xəstə müraciət etmişdir. Xəstələrin müraciəti əsasən şübhə qida zəhərlənməsi ilə əlaqədar olmuşdur. Aparılan müayinələr və nəticələr nəticəsində müəyyən olmuşdur ki, bu xəstələrin 13-ü qadın, 7-si kişi, ondan 4-ü uşaqdır. O 4 uşaq şöbəsində, qalan xəstələr isə təcil yardım və yoluxucu xəstələr şöbəsində hal-hazırda müalicə alırlar. Xəstələrə lazımı tədbirlər görülüb, müayinələr aparılıb, lazımi müalicələr gedir və xəstələrin ümumi vəziyyəti haqqında məlumat belədir ki, vəziyyətləri stabildir və qənaətbəxş hesab olunur. Özləri dünən axşam kənd qapı toyunda, həyət toyunda iştirak ediblər. Bura gələn hamısı demək olar ki, elədi və yeyilən yeməklərdən hardasa bizim üçün bir həkim kimi şübhəmiz hazırlanmış salatdan şübhələnirik. Yəni o ehtimal salatın olmasıdır.